Salam əzizlərim. Deməli, suallar çox gəlir ki, Məryəm xanım, suyu nə vaxt içməliyik? Və çoxu yazır ki, su bilirik ki, çox xeyirdir Məryəm xanım. Elə hər zaman içmək olarmı? Və yaxud suyu necə temperaturda içmək lazımdır? Mən ona görə də sizin üçün bugün video çəkirəm. Bütün bu suallarınıza aid video çəkirəm və onu deyim ki, su həqiqətən də Allah qurban olduğum suyu elə yaratmışdır ki, suyun kalorisi yoxdur, zərəri yoxdur. Amma baxır nə vaxt içilməkdə. Bəli, su bu qədər xeyirli olduğu halda elə vaxtda içərsiniz ki, su sizə ziyan eləyə bilər. Əksinə xeyir göstərməkdənsə orqanizminizə ziyan eləyə bilər. Mənim əzizlərim, deyim sizə ki, biz gecə hər bir insan yatanda bol-bol su itirmiş oluruq. Səhər yerimizdən duranda, otaq temperaturunda ilıq su, mən hətta isti içirəm, qaynar demirəm, mən isti içirəm uzun illərdir. Və bütün orqanlarınızın oyanmasına səbəb olur. Maddələr mübadiləsini yaxşılaşdırır, qanı durulaşdırır, qaraciyər və ödünüzdə təmizlənmə, böbrəklərdə təmizlənmə funksiyasını çalışdırır. Ümumiyyətcə çox xeyirdir. Yerinizdən duranda özdə isti suyu içsəniz, isti su birbaşa hüceyrələrinizə gedir. Baxın mənim əzizlərim, orqanizmimizdə orqanlarımızın 60-70% sudan ibarətdir. Hətta beynimizin belə 70% sudan ibarətdir. Və siz suyu az içəndə bu zaman nə baş verir? Bu zaman o baş verir ki, baş ağrıları olur, migren baş verir, qəbizlik baş verir, ödünüz süzməməyə başlayır, qanınız qatılaşır. Ay, bunu saymaqla bitmək olmur, bitirmək olmur. Amma dediyim kimi, suyu vaxtında indi sizə deyəcəm nə vaxt və necə içmək yaxşıdır və mən özüm necə içirəm. Dediyim kimi, mən isti içirəm. Uzun illərdir soruşursunuz ki, filtr suyu yaxşıdır, krant suyu yaxşıdır. Krant suyu içmirik. Filtr qabım var, videolarım var çoxlu. Filtrə yığıram, su oradan süzülür. Çaynikdən qaynar, pak-kapak qaynayan su dökürəm. Üstünə isə filtrdən soyuq su əlavə eləyib içirəm. Və suyu inanın ki, vaxtında içsəniz çox xeyrini tapmış olarsınız. Dediyim kimi, səhər-səhər ac qarnına, isti şəkildə təsəvvür edin, bağırsağınızdan orqanizmimizə su lazım olduğu üçün orqanlarımızdan suyu bir özünə götürür və dediyim kimi, ödünüz süzməməyə başlayır, qanınız qatılaşır, qəbizlik baş verir. Çünki suyu çəkir orqanizm özünə. Orqanizmə su lazımdır hər birimizə. Və siz suyu vaxtında içəndə, misal üçün, yemək arası su içmək qəti qadağandır. Qəti qadağandır. Və bunlar mənim fantaziyalarım deyil. Mən sizə hər bir şeyləri nəyi deyirəmsə, illərlə oxuduqlarıma dayanaraq deyirəm. Bunların hamısının elmi sübutları var, mənim əzizlərim. Yemək arası su içməyiniz heç də yaxşı deyil, sizə ziyan eləyə bilər. Yeməyinizin həzmə getməyinə kömək olmayacaq, çətinlik yaradacaq, parçalanmasına kömək olmayacaq. Amma yeməkdən yarım saat qabaq, yeməkdən 1 saat sonra isti su içsəniz çox xeyrini tapmış olarsınız. Bəzən deyirsiniz ki, Məryəm xanım, mən kofe içirəm, sulu yemək yeyirəm, sok içirəm, nə bilim nə içirəm, çay içirəm. Bunlar heç biri su sayılmır. Su sırf içdiyiniz sudan gedir söhbət ki, içində heç bir qatqısı olmayan. Əslində kofe içində daha çox su içməyiniz vacibdir. Baxın, təxminən 80 kilo olan insan 2 litr yarım, yəni 8-10 stəkan su içməlidir. Mən düzdür, çox içirəm, siz birdən-birə bu qədər içə bilməzsiniz. Əgər su içən adam deyilsinizsə, yavaş-yavaş orqanizminizi öyrətməlisiniz və gecələr içməli deyilsiniz. 7-dən sonra çalışın içməyin. Çünki böbrəkləriniz ziyan tapır, işləyə bilmir, böbrəklərinizin işini çətinləşdirirsiniz, qaraciyəriniz olsun, ümumiyyətcə çox pis nəticələr verir, yuxusuzluq əmələ gəlir, tualetə qaçası olursunuz. Ona görə də gecə içməyiniz də lazım deyil. Və soyuq su qan damarlarını daraldır və həzmə mane olur. Saymaqla da bitmir soyuq suyun zərərləri. Ona görə də bir tək mədə bağırsağa deyil, ümumi orqanizminizə soyuq su ziyan eləyir. Dediyim kimi, suyu sevin. Suyu necə sevə bilərsiniz? Misal üçün, içinə nanə əlavə edə bilərsiniz, zəncəfil əlavə edə bilərsiniz. Bax, onda su sayılır. Qvazdika nədir Azərbaycan dilində? O çaya tökülür onunla. Yadıma sala bilmədim, üzürlü sayın adını. O koriçnevi suya əlavə edirlər. Və yaxud darçın əlavə eləyə bilərsiniz. Yəni, seçiminizə aiddir. Limonu çox eləməyin, çünki limon qanı aşağı salır. Dediyim vəziyyətdə, dediyim vaxtlarda suyu içsəniz, inanın ki, üzünüzün qırışları gedəcək, saçınız yağlanmayacaq, başınızdan kəpək təmizlənəcək, yağlarınızı yandıracaq, selülitlərdən azad olacaqsınız, qəbizlikdən azad olacaqsınız, ödünüz yaxşı süzməyə başlayacaq. Yetər ki, Məryəm xanımın dediyi üzrə içəsiniz. Və bir də onu deyim ki, Məryəm xanımın qızıl qaydalarını öyrənmək
öyrənmək istəyirsinizsə, sağlam həyat tərzi sürmək istəyirsinizsə, baxın, sağlam həyat tərzi deyəndə məni ona görə sevirlər. Deyərsiniz ki, addıma bir dietoloqlar var. Məryəm xanım, niyə sizə bu qədər dualar olunur? Girib səhifələrimdə oxuya bilərsiniz. Milyonlarla, minlərlə yox, milyonlarla dualar yazılır. YouTube səhifəmdə, TikTok səhifəmdə bunun təsdiqini özünüz görə bilərsiniz. Nəyə görə dualar eləyirlər? Çünki mənim qrupuma gələnlər deyir ki, Məryəm xanım, sizin qrupa gəlməzdən qabaq başqa qruplara girmişdik. Həm hər ay pul ödəyirdik. Məndə bircə dəfə 20 manat ödənilir, bir il qrupumda qalırlar. İli 20 manata bir dənə məndədir. Ən çox ona görə sevilirəm ki, deyirlər Məryəm xanım, sizdən qabaq başqa qrupa girmişdim. Deyirdim, qəbz oluram. Dietoloqum mənə deyir ki, siyana çayını yeməyin üstünə tök ki, həftədə bir dəfə maqnisulfat duzu iç. Ay, bu dəhşət saçır. Mənim qrupumda bunlar hamısı qadağandır, apteka getmirsiniz. Və deyirlər ki, Məryəm xanım, başqa qruplarda olmuşuq, bir çoxları deyir, qrupuma gələnlər. Nə yesəm belə köpürəm deyəndə bizə dietoloqumuz deyirdi ki, hər gün qara kömür iç, 4-4, 5-5 və yaxud allaxol iç, mezinforte iç. Məndə bunlar da qadağandır. Çünki bir mütəxəssis olaraq mən bilirəm ki, onlar orqanizminizi alışdırır, sonra məədaltı vəzniniz sizə ferment vermir. O cümlədən də bağırsaq açıcı şam, çay, nə bilim, cürbəcür şeylərdən istifadə edəndə, dərmanlardan bağırsağınız tənbəlləşir və immun sistemimiz bizim bağırsağımızla əlaqədardır. Mikroflorasını pozursunuz. Ona görə məndə bunlar qadağandır. Ən əsası, arıqlama çayı, arıqlama kofesi satmıram. Arıqlama şokoladı satmıram, çünki bilirəm onlar dəhşət saçır və ona görə də ən çox sevilirəm ki, su diyeti olmur mənim qrupumda. Acılıq etmək olmaz. Böyük qarından azad olursunuz, amma su diyeti etmədən, acılıq etmədən, çünki immun sisteminizi aşağı salmaq olmaz, qarnınızı aşağı salmaq olmaz. Siz də istəyirsinizsə bircə dəfə 20 manat ödəməklə qrupuma gəlib qızıl qaydalarımı öyrənmək, xanımlar, bütün gözəllik sirlərimi sizlərlə paylaşıram. Bircə dəfə 20 manat ödəməyiniz yetər. Əliniz gəlirsə, onsuz da dediyim kimi dünyada artıq məndən danışırlar, çünki real insanlar nəticələr görür. Bir də onu deyim ki, bəylər üçün qrupum ayrıdır, xanımlar üçün ayrıdır. Hörmətli qardaşlar, sizlər də müraciət edə bilərsiniz. Qəbzlikdən, qazdan, kökdən, qarın gurultusundan, böyük qarından əziyyət çəkirsinizsə, qaraciyərinizdən toksinlərin təmizlənməsini istəyirsinizsə, buyura bilərsiniz. Amma nömrəmi videonun üstündə qoya bilmədiyim üçün səsli şəkildə deyəcəm. Kətdən, şəhərdən, xarici ölkədən hardan yazırsınızsa yazın. Özünüzdən rəqəm, nə bilim, tiriyə əlavə etsəniz tapmayacaqsınız. Necə tələffüz edirəm, necə eşidirsinizsə heç nə əlavə etmədən o cürə də yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.